Salam değerli dostlar, mən Bayzaq Xara. Bugün aeroportdayıq və yolculuğumuz Barcelonada Matrix Forum üçün yola çıxırıq və Azərbaycan delegasiyası olaraq biz Azərbaycanı təmsil etmək üçün. Təşəkkürlər. I am who I'm meant to be. I am who I'm meant to be. Over and out again. Yorucu bir yolculuktan sonra hal-hazırda İstanbul Hava Limanı'ndayıq. İndi isə biraz daha gözləmədən sonra inşallah Barcelona. Beləliklə dostlar, hal-hazırda Barcelona'da və forumun keçiriləcəyi otelə gəldik. Möhtəşəm təbiət içində orqanik bir oteldəyik və forumun ilk günü olaraq bugün istirahət günü yerləşim gündür və sabahdan forumumuz rəsmi olaraq başlayır. Və beləliklə artıq otelə yerləşdik, qeydiyyat aldıq. İndi kiçik bir yemək fasiləmiz var. Burada hansı qeydiyyatlar keçirilir, Matrix məhsulları ilə bərabər, Matrix hədiyyələri ilə bərabər, Matrixin bu cür bəcikləri verilir. İndi isə aşağıda bir kiçik yemək fasiləmiz var. Deyək tanış olaq. Açığı oteli inanılmaz çox bəyəndim və bizim əməkdaşlarımızdan Sakarya Team'lə Seva xanım da buradadır. Bəli. Oteli bəyəndin mi Seva? Mən çox bəyəndim. Sən bəyəndin mi Kamran? Otel çox orqanik bir havası var. Oteli buradan çəkəcəyik zəhmət olmasa. Bu İspaniyada belə deyək ki, Barcelona'da şəhər mərkəzinə 20-25 dəqiqəlik məsafədə yerləşir və terası ilə, oyun alanları ilə çox geniş bir otel. Bu arada Matrix anlatdırıb ki, burada forumu keçiriləcək və biz də bu forumda hansı ki Azərbaycan delegasiyası olaraq iştirak edirik və hələ ki hər şey bomba kimidir. İndi baxaq ki, yeməklərini izlədik. Nə yeyirlər Kamran? Makaron, təbii ki makaron, salatlar, burada ət məhsulları var. Burada meyvə və şirniyyat var, desert var. Burada da yenə eyni qaydada salat. Bu şəkildə.